العالمين، الصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله وأصحابه ومن سار على نهجه إلى يوم الدين. أما بعد. Aşura günündə urada tutu. Muharram ayının 10-cu günündə urada tutu. Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkə qalağından Mədinə qalağına hicrət qılıb kilgəs, Mədinə yəhudlərinin o şu gündə bayram etülərin, urada tutuların görüb soraşa. Alar niməgə bu gündə urada tutular, niməgə bayram etələr deyə. Anda etələyində Peyğəmbər sallallahu əleyhi və səlləm cavab edib, onlar da şükür etələr Allah Teala'ga da Musa peyğəmbərdə Firavundan qutulğan gün deyib şuğa orada tutalar şükür etü üçün deyib. Şu vaxtda Peyğəmbər sallallahu əleyhi və səlləm etəyində Yahudlərə qaraganda bizim haqqımız quraq Musa əleyhissalamğa şuğa qura biz də orada tutayıq deyib Muharram ayının 10-cu günündə Peyğəmbər sallallahu əleyhi və səlləm orada tutuldu. Hem eytə, əgər kiləhi yılğa hətləm yaşayəmdi, 19-cu Muharram, hem 10-cu Muharram orada tuturunumdi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm etdi, biz Yahudlərdən özümüz ayrılıb durğa deyişbizdi. Onlar onu gına orada tutalar, biz onu hem 11-i tuturğa deyişbizdi. Yəki olmaha 9-i hem onu orada tuturğa deyişbizdi, bizə eytib qaldırayındı. Hem şulayıq hadislerde var. Muharram ayı Ramazan ayından hon orada tutubuyunsa izgi aylardan biri. Şuğa bu gündə orada tutubumuzu düşürüp kaldırmayıq. Oradan kaldırıp koymayıq, oradan tutayıq. Musa peyğəmbərдің tarixinə dirək öyrənəyik bu gündə. Nindi halda bolğan ol, Allah Teala'nın nesi qutqarğan, gılımı imanı artını sön. O xalqdan, biz zamanda olan xalqlar nesi yaşagandar. Hem Allah Teala bizə aşı gündə faydalı ilimlər verən, faydalı ilimlərdən haqlahan, onun rəhmətinə, hem mərhəmətinə alın.